mağazada Pinterest dekorativ qablar cəmi 1 manat 50 qəpikdən başlayır. İnanın ki, burada olan qiymətlər Temu qiymətindən qat-qat aşağıdır. Və bu mağazada məhsulların endirmə düşməsini gözləmirsiniz, çünki daim endirim var. Görün necə fərqli salfet qablardır, çox qəşəng idilər. 2 manat 50 qəpiyə belə gözəl fincanlar, hər yerdə 25-30 manata olan belə dəstlər cəmi 12 manat idi. Bir-birindən fərqli ev ətirləri, dekorlar cəmi 5-6 manat idi. Sizə əminliklə garanti verirəm ki, bu mağazaya girsəz çıxmaq istəməyəcəksiniz. O qədər fərqli, gözəl dekorlar, qablar var ki, göz oxşayır. Bu mağaza ilə evinizi tam Pinterest ev eləyəcəksiniz. Mağazada həm ev dekorları, həm bağ evləri üçün gözəl gül dekorları, həm qab-qacaqlar, ev əşyaları, hər şey var və bura gəlsəz mütləq bir neçə saatınızı ayırın, çünki çox qəşəngdir. Gəzmək belə zövq verir. Qiymətləri də həddindən artıq münasib. Hələ burada olan qablara, səhər yeməyi setlərinə ürəyim getdi. O qədər sadə, gözəl, çox qəşəng idilər. Qiymətlər də cəmi 2-3 manatdır. Evinizi yeni təmir eləmisinizsə, yaxud ev əşyalarınızı, qablarınızı dəyişmək istəyirsinizsə, düşünmədən bu mağazaya gəlməlisiniz. Bilirsiniz ki, mən zalımda olan mebelləri dəyişmişəm və ora üçün fərqli qablar, dekorlar almışam. Növbəti postda Dekaliv mağazasından nələr aldığımı göstərəcəm. Bura Dekaliv mağazasıdır. Və bu mağazanın nə az, nə çox 21 filial var. Mən Nəsim bazarının yaxınlığında olan filiala getmişdim. Bura çox böyükdür. Qeyd etdiyim kimi burada endirim gözləmirsiniz, çünki daimi endirim var. Mütləq bu mağaza ağlınızda olsun, siz də gəlib yararlanın.